Dırnaqarası dəb yaranıb. Populyar olmaq istəyənlər məcburi köçkün pisləyən status yazır, video çəkib sosial şəbəkədə paylaşır, ara qızışdırıb, özlərini söydürüb, təhqir etdirirlər. Dövlətimizin yaratdığı milli birliyə balta vuran məcburi köçkün söhbəti təzəcə səngimişdir ki, indi də özünü insanlara diksiyası, nitq təmsilçisi kimi göstərən bir Cəlalə Nəzəroğlu adlı qadın görün Facebook statusunda nə yazıb. O qonşuda səs gəldiyini bildirib və Ağdamlı yaşlı qadınla mübahisəsini şişirdərək güya Ağdamlını pis göstərməyə çalışıb. Cəlilə xanım, birincisi insanlara nitq öyrətməzdən əvvəl danışığınızı bilməyi öyrənin. İkincisi, Ağdam rəsmi 6000-dən çox şəhid verib, qeyri-rəsmi 11000-dən çoxdur. Milli qəhrəmanların bir neçəsini sayın, vicdanınız olsa onları da işıqlandırarsınız. Allahverdi Bağırov 3 günə minlərlə Xozalı sakinini erməni əsirliyindən xilas etdi. Fred Asif, Yılmar Edilov, Əlabbas Qaraoğlu İskəndərov, Faiq Ağayev, Hidayət Rüstəmov, Baxşeyiş Paşeyev, İxtiyar Qasımoğlu Qasımov, Rövşən Hüseynov, Canpolad Rzayev və sair qeyrətli, namuslu, şərəfli oğullarımız. Məcburi köçkün olmayan qışqırmır. Başqa bölgədən olan adam dağlaşmır, evində və yaxud da ki, başqa yerdə mübahisə eləmir. Ümumiyyətlə, başqa bölgədən olan tərtəmiz, sudan çıxmış qaşıqdır ki, elə məcburi köçkün olan kimi onun adını vurğulayıb belə paylaşırsınız. Belə paylaşım eləyən, ara qızışdıran vətən xainlərini ifşa eləmək, yüksək yerlərdən və ictimai fikir yaradacaq, belə ara qızışdıracaq yerlərdən uzaqlaşdırmaq və onlara ciddi cəzalar tətbiq etmək lazımdır. Bəhsdirin, milli birliyimizə zərbə vurmayın.